Hamınıza salam dostlar, mən üçün bugün sizlerle birlikte ucuz donatların dadlarına bakacağıq. Görə bunların dadları necədir? İndi isə getdik. İndi isə bir manatımız var. Görə bunlarla bir adet şokoladlı, bir adet isə sadə donat olacaq. Donatlarımızı aldık. İndi isə gəlin bunları yoxlayaq. İndi isə oturmağa yer axtarırıq. Burada oturup yoxlayaq. Donatlarımızı çıxartdıq. Şokoladlı olan belədir və 60 qəpiyyədir. Sadə olanın üzərində isə biraz pəsok var və 30 qəpiyyədir. İndi isə gəlin bunların dadlarını yoxlayaq. Birinci gəlin şokoladlı yoxlayaq. Şokoladların dadı xoşuma gəldi. Şokoladı onun dadını çox yaxşı eləyir. İsə gəl sadəni yox. Sadəni çox da bəyənmədim. Elə bir təndir çörəyi olur və təndir çörəyinin üstünə biraz pesok tökülsün. Elə dadır. Məncə şokoladlı daha dadlıdır. Qiyməti biraz baha, qiymətləri arasında fərq olsa da şokoladlı daha dadlıdır. Videoların devamının gəlməsini istərsinizsə like atıp abone olmayı və yazmayı unutmayın.